Yəni baxın, bax tövhid budur, dəyərli müsəlmanlar. Yəni tövhid ona görə əhl-i-sünnə daima ən çox danışdığı mövzu tövhiddir. Və bütün görürsən ki, dəvətçilərin, elm əhlinin, alimlərin də hər dəfə keçdikləri, təkrar olaraq insanlara tövsiyə etdikləri də tövhiddir. Bəli. Çünki şeytan da məhz bunun üçün çalışır ki, insanları azdırsın. Doğrudan da əgər sənin qəlbində Allah ilə rabitə yoxdursa, dilində Allahdan başqa kimin adı sən gəzəcək. Bəli, bəli. Əlinin, vəlinin, nə bilim, pir vəlinin, kimin dilində ağzında gəzəcək. Ona görə İbn Qeym amma Allahla olanda insan bilir ki, qəlbi sabit. Həmçinin bu məsələ yadıma düşdü. İbn Qeym rahimehullah buyurur ki, insan sevdiyin çox zikr edər. Bəli. İnsan nəyi çox sevirsə, onu biz Allah Taala'nı çox istəyirik. İddia eləmirik, lakin o istəyin əsli var bizdə. Yəni o iman əsli var, lakin ali mərtəbəsi inşallah ki, çalışırıq nəsə olsun. İnşallah. Bax, o istək, o sevgi insanın qəlbindən başqasına yönəlir. Başqasına yönəlirsə, zikri də onun üçün olur. Zikri onun üçün olur. Yəni, nəyi sevirsə onu zikr edir. Və nəyi sevmirsə ona küfr edir. Onu az zikr edir. Məsələn, hətta keçən verilişlərdə o da olmuşdu. Biz Peyğəmbərdən çox danışanda sual yazırdılar. Niyə Peyğəmbərdən çox danışırsınız? Bəli. Fikir verirdiniz. Biz Peyğəmbəri sevirik deyə çox danışırıq. Niyə biz o çatdırıb da? Niyə ancaq Allahdan istəyək? Hə. Niyə Allahdan? Deyir ki, hər şey deyil Allahdan. Yəni Allahdan istəməliydik. Kim ki nəyə çox bağlıdır, ondan çox istəyir. Sən özün hansı dostu yaxın bilirsən, ondan həmişə istəyirsən ki, mənə ehtiyacım var, ver və ya borc istəyirsən və ya nəsə. Nəyə görə? Gedib o birisindən istəmirsən. Çünki əlaqə ondan güclü deyil. Bəli. Və sən istəyəndə o verir. Çünki səni tanıyır. Amma o birisi deyib baxaram, soruşur sən haqqında, maraqlanırsan. Ya nə demək istəyirəm? İrtibat kimdə güclüdürsə Allahla, Allah Taala ona yardım edir. Bəli.